Salamlar, mən uzman doktor Elgün Hacıyev. Bugünkü mövzumuz prostat böyümələri haqqındadır. Prostat hər yaşda bizdən doğuşdan ölənə qədər biz prostat bəbəklərdə heç bir zaman dayanmır, böyüməyə davam edir. Amma ki bu artıq bədəndə yavaş-yavaş testosteron ifrazatı yeniyetməlikdə maksimal səviyyəyə çatdığında bizdə prostat artıq bizim cinsi orqanın və kişi cinsi sağlığının ciddi bir parçası olur. Bildiyimiz kimi bizə çölə buraxılan spermin və mayenin demək olar ki 80% prostatdan gəlir və buna görə də bizim cinsi sağlığımız çox önəmlidir. Prostat genetik faktorlara görə, həyat tərzimizə görə və eyni zamanda keçirilmiş infeksiyalara görə xronikləşə bilər, yaralana bilər, daşlar yığıla bilər və eyni zamanda böyüyə bilər. Prostatın böyüməsi heç bir yaşımızda bizim dayanmır. Əsasən prostat bizdə 45 yaşından sonra yavaşdan-yavaşa öz böyümə sürətini artırmağa başlayır. 50 yaşdan başlayaraq artıq düzgün şəkildə, rutin şəkildə prostat kontrollarından biz bəylər mütləq dərəcədə keçməliyik. Hər zaman demişik ki, hər bir bəy 50 yaş sonrası və əgər ailədə birinci dərəcəli yaxınlarında prostat onkologiyası varsa 45 yaşından sonra hər bir bəy prostat uzilərindən və PSA, yəni prostat hormonundan yoxlanılmaq məcburiyyətindədir. Əgər biz multipartner, yəni bir çox partnyorumuz olubsa və yaxud da tez-tez infeksiyalar yoluxursa, prostatımızın yoxlanışı da bizim az yaşlı vaxtlarımızda, 20 yaşlarda da mütləq hala gəlir. Çünki bizim keçirmiş olduğumuz hər zaman infeksiyalar bizim prostatımızı ciddi şəkildə yaralaya bilir. Yəni orada çapıq toxumalar yarada bilir və eyni zamanda daşlar orada yarada bilir və bu da bizim gələcəkdəki uşaq sahibi olmağımıza və eyni zamanda bizim cinsi gücümüzü itirməyimizə də bəzi etaplarda səbəb ola bilir. Bu cür faydalı videolardan vaxtında məlumatlanmaq üçün YouTube səhifəmə abunə olmağı və bu videoyu bəyənməyi unutmayın.